Salam dəyərli izləyicilər. Bugün sizə belə hamının çox maraqlı olduğu bir mövzuyla bağlı danışacağam. Nə qədər pul gedir? Yəni Türkiyədə bir insanın, mən şəxsən tək qalıram və özüm üzərindən sizə məlumatlar verəcəm ki, nə qədər pul gedir, hara nə qədər xərcləyirəm və ay sonunda toplamda məndən nə qədər pul çıxır. Çünki insanlara maraqlıdır, Azərbaycandadılar, buradakı qiymətləri bilmirlər. Azərbaycanda mı vəziyyət yaxşıdır? Məsələn, Azərbaycan gedəndə onsuz hamı birinci ilk sual soruşur ki, orada vəziyyət nətərdir? İndi orada vəziyyətin nətər olduğunu mən sizə izah eləyəcəm. Əziz insanlar, burada vəziyyət biraz başqa cürdür. İndi deyəcəksiniz ki, oturmuşsan Türkiyədə, bizə buradan deyirsən ki, gəlməyin, eləyin. Yox, gələ bilərsiniz əlbəttə ki, istədiyiniz kimi, yəni... Yəni, necə istəyirsiniz deyil. Amma prosta mən sizə bunu tam açıq bir şəkildə göstərmək istəyirəm ki, gələndə sizi nələr gözləyir. Yəni, çünki belə bir örnək verim də sizə. Misal üçün, mən 2017-ci ildə Türkiyəyə gəlmişəm və 2017-ci ildə Türkiyəyə gələndə 100 dollar almaq üçün, yəni tutaq ki, siz gəlmişsiniz, burada ailənizə işləyib pul göndərirsiniz. Yəni 100 dollar almaq üçün 343 TL pul verirdiniz ki, sizə 100 dollar versinlər. Amma indi o 100 dolları almaq üçün nə qədər pul verməlisiniz? 4700 TL ortalama, təxmini. 4750, daha larca tam bilmirəm. Yəni 4700 TL pul verməlisiniz ki, siz 100 dollar alıb bunu ailənizə göndərəsiniz. Yəni işləmək məqsədi ilə gələnlər və s. üçün yəni açığı bu video daha faydalı olacaq. Nəysə, çox uzatmadan başlayaq. Deməli, Türkiyədə kira qiymətləri nədir? Mən bununla bağlı video çəkmişəm, amma öz üzərimdən deyirəm, mən İzmirdə yaşayıram, 1+1 evdə yaşayıram. Burada 1+1 evdə, yəni 2 otaqlı ev kimi fikirləşin. Prosta kuxna ilə qonaq otağı bir yerdədir. Ona görə bunlar bir, yanında da 1+ deyirlər. Bu qəribə bir sistemdir. 2+1 də dedikləri 2 otaq, əlavə olaraq bir də qonaq otağı. Buna da 2+1 deyirlər. Yəni o +1 qonaq otağı olaraq hesablanır burada. Hər nəysə, deməli mən İzmirdə yaşayıram, İzmirin Buca bölgəsində və aylıq ödədiyim kira məbləği 20.000 TL idi. 2 həftə falan öncə bu zamlandı və əvvəl 15.000 TL idi, 2 həftə öncə mən sizə əvvəlki videolarda da demişəm. Türkiyədə kiraya hər kira kontratı bitdiyi müddətdə inflyasiya oranına görə kira necə deyirlər, zamlanır. Yəni qiymət artımı olur. Məndə 15.000 TL idi. %32 inflyasiya var idi. Daha doğrusu bu tavan fiyat deyirlər. Yəni bir evini kiraya verən şəxsin maksimum məbləğdə, yəni zam eləyə biləcəyi məbləğ %32-dir. Yəni %35 eləyə bilməz, %40 eləyə bilməz, maksimum %32-dir. İndi insaflı ev sahibləri %32 eləməz, %15 eləyər, %20 eləyər ki, bu boş söhbətdir. Heç kim %10 zad eləmir, hamısı %32 güplüyürlər, necə deyərlər. Mənə də güplədilər. Yəni 720 manat mən ev kirayəsi verirəm Türkiyədə, İzmirdə. Bu 720 manat hesab, yəni İstanbulda 720 olmaz, 800 olar, amma aşağısı olmaz. Ankara'da bir balaca bəlkə 50 manatsa da aşağı olar, amma yəni ortalama qiymət hal-hazırda Türkiyədə belədir, böyük şəhərlərdə. Əgər çox belə, nə bilim, Allahın unutduğu yerdə yaşamırsınızsa, qiymətlər bilin ki, 720 manat civarında seyr edir, yəni. Bu mənim kirayə xərcim. Deməli, nəqliyyata nə qədər pul verirəm? 1 manat 26 qəpik İzmirdədir, yəni 35 TL. 35 TL verirsən, gedirsən bir yerə. Amma İzmir və yaxud İstanbulun belə bir avantajı var ki, və bir çox şəhərdə bu var bu arada. Bildiyim qədərlə Denizlidə falan da var, Eskişehirdə də var. Yəni bu 90 dəqiqə intervalı var. Məsəl üçün, siz mindiniz, kartı bastınız, 1 manat 26 qəpik kartdan çıxıldı. 90 dəqiqə ərzində o avtobusdan düşüb, başqa avtobusa minib, yenə kart bassanız, ikincidə artıq sizdən pul almırlar. Yəni o elə bir avantajı var, yəni. Bu da aylıq eləyir də, indi tutaq ki, gündə 2 dəfə minib düşsəz, 69 manata yaxın nəqliyyat xərcləri də Türkiyədə bir insan üçün olur. Bu arada bu 1 manat 26 qəpik normal vətəndaşlara şamil olan qiymətdir, yəni tələbə olmayanlara. Əgər siz tələbəsinizsə, tələbə indirimi olur və 1 manat 26 qəpiyin demək olar ki, yarısını və yaxud 80 qəpik və s. ödəyirsiniz. Yəni, hər halükarda Azərbaycandan nəqliyyat burada daha bahadır. Bunu qeyd edin. Məsələ isə ən çox pulun getdiyi məsələ. Mən deyərdim ki,
yemək məsələsidir. Yəni burada qida qiymətləri də çox yüksəkdir. Belə bir örnək verim sizə. Yəni 2017-ci ildə marketdən 1 kilo qiyməni alırdınız 50 TL-yə, 40 TL-yə, 30 TL-yə, təxmini indi o illər ərzində tam yadımda qalmır. Yəni 30 TL ilə 50 TL arasında alırdınız. Amma indi alırsınız 700-dən başlayır, 850, 1000 o da dəyişir. Yəni satış yerindən asılı olaraq 850, 1000 TL və ya toyuğu alırdınız 3-5 TL-yə kilosunu, indi alırsınız 100 TL-yə, 125 TL-yə, 80-90 TL-yə. Bu da bəzən endirmə falan düşür. Qiymətlər dəyişir. Yəni bu tip sadəcə örnək verirəm. Yəni fikriniz olsun ki, qiymətlər necədir? Yəni o vaxt çörəyin qiyməti 1 TL idi. Bu türklərin normal baton çörəyi, o ləzzətsiz çörək. Həqiqətən bizim zavod çörəyinin yerinə heç nə vermir. O 1 TL idi. Hətta 1 TL də deyildi. Mən belə bilirəm ki, 2017-ci ildə 50 kuruş idi. İndi amma 15 TL idi. Mən hal-hazırda istifadə eləmirəm. Amma 15 TL idi hal-hazırda çörək. Hər nəysə, yəni yeməyə də misal üçün mənim üzərimdən fikir etsəz, mən şəxsən öz qiymətlərimlə bağlı video çəkirəm. Yəni 5000 TL ortalama aylıq yemək pulu gedir 180 manat. O da necə, yəni mən çünki özüm şəxsən yeməyimi bişirməyi xoşlayıram. Yəni mən çöldən uzağı ayda onu bu arada qiymət siyahısına salmamışam. Ayda 3-4 dəfə ürəyim nəsə istəyər, gelib çöldən alıb yeyərəm. Amma çox vaxt həmişə demək olar ki, özüm bişirdiyimə görə biraz daha ekonomikdir. Yəni siz əgər desəz ki, mən yemək bişirə bilmirəm və yaxud nə çöldən alacağam, bu 180 manatın üstünə bir 2 qatda 180 manat qoymağınız lazım olacaq. Yəni biz sosial fəaliyyətlər var. Tutaq ki, kinoteatra getmək istəyirsinizsə, qiymətlər dəyişir də. 6-10 manata biletlər filan və s. var. Bu da sosial tərəfidir. Yəni indi insan dustaq kimi yaşamayacaq ki, arada çıxıb gəzəcək və yaxud bir kafedə bir çay içəcək. Çaylar da yəni 20-30 TL arasında dəyişir. 50 TL olan da var kafelərdə və yaxud nə bilim, yəni desəz ki, çöldə oturun bir dənə dönər yeyim, yəni dönər 250-300 TL, 150 TL-yi də tapa bilərsiniz, amma şey də ola bilərsiniz, yəni zəhərlənmə ehtimalınız 150 TL olunca zəhərlənmə ehtimalınız da yüksəlir bu arada. O qiymətlər belə. Ondan sonra əsas məsələyə gəldik. Türkiyədə kommunal. Yəni Türkiyədə kommunal nə qədərdir? Mən internetə və mənim kimi bir çox şəxs internetə hal-hazırda 36 manat, 1000 TL pul ödəyir. Ortalama bəzilərində 800-dür, bəzilərində 1200-dür. Sürət əladır, sürətlə bağlı problem yoxdur, amma internetin qiyməti ortalama 1000 TL-dir, 36 manat. Ondan sonra qaz misal üçün hal-hazırda yaydır və mənə 9 manat gəlir. Tək qalan bir insanam bu arada, bunu hər dəfəsində qeyd eləmək istəyirəm. İşıq misal üçün 10 manat gəlir, 300 TL aylıq. Ondan sonra su 400 TL gəlir, 15 manat ortalama, yəni 400 olur, 400. Amma mən tək qalan insanam. Bunun yenə də altını cızaraq sizə deyim. Çünki siz ailə ilə Türkiyəyə gəlmişsinizsə, bu qiymətləri 3x-lə necə deyərlər hesablamalısınız. Yəni. Ondan sonra bazar, yəni bazara mən getməyi xoşlayıram. Necə deyərlər, o ən faydalı, ən fresh, ən təzə şeyləri almağı xoşlayıram. Marketdən də ala bilərsən, amma marketdə qiymətlər bazara görə daha yüksəkdir və keyfiyyətli də deyil, yəni. Ona görə hər həftə sonu bazara gedirəm və 18 manat 500 TL-yə yaxın pul da orada xərcləyirəm. Yəni meyvəsidir, tərəvəzidir və s. Yəni vitaminsiz qalmamaqdan ötürü. Ondan sonra əziz insanlar, yəni bir də telefon şeyləri var. Bizdəki Azərbaycanda da var, paketlər var, bilirsiniz 9 manata, 10 manata, 15 manata, 2-3 GB verilən o paketlər var. Hansı ki 2 dənə kinoya baxdım, qutarırlar. Yəni onlardan Türkiyədə də var. Misal üçün Türkiyədə də bu telefon faturalarının qiyməti dəhşət dərəcədə yüksəkdir. Əvvəl çox ucuz idi, indi isə yüksəkdir. Misal üçün 36 manatdır. Ortalama, yəni 800-də də var, 1000-ə də var, 1500-də də var. Amma mən dediyim 1000 TL 36 manatdır, yəni. Bu da telefon faturalarıdır ki, ayda bir dəfə paket almalısınız. Yaxşı olardı ki, bu faturalı almaq daha sərf eləyir. Bu faturalı aylıq abunə olmaqla bağlı. O daha ucuz başa gəlir. Amma mən aylıq abunə olmayacaq ki, onsuz hal-hazırda yabancılara faturalı tariflər də vermirlər, yəni bildiyim qədərilə.
Deməli, uzun sözün qısası, mən aylıq nə qədər pul xərcləyirəm? Mən şəxsən tək qalan bir insan olaraq özü bişirən, özü yeyən, özü bişirən, nə bilim, yəni krisa bir insan olmayaraqdan, bunu da altını çizim, yəni siz şey də eləyə bilərsiniz, yəni Türkiyəyə gəlib, nə bilim, daha minimal xərclərlə və yaxud səhər durdunuz, sadəcə kalbusa çörəklə də gününüzü başa vura bilərsiniz. Normal yemək də yeyə bilərsiniz. Yəni mən o normal yemək yeyənlər kateqoriyasındayam. Yəni qiymətlər də ona görə dedim sizə. Yəni yoxsa məsəl üçün siz market qiymətini daha ucuz tuta bilərsiniz, yəni və yaxud bazar pulunu daha ucuz tuta bilərsiniz. Faturaları, yəni işığı, qazı, suyu daha ucuz tuta bilərsiniz. Məsələn, qışda donmaq istəyirsinizsə, hə, əlbəttə ki, şey az gələcək, amma hava soyuq oldu. Yəni dona-dona və yaxud xəstə ola da yaşamaq da məncə düzgün deyil. Yəni uzun sözün qısası, bütün bu xərclərin qiyməti aylıq 1113 manatdır. Yəni Türkiyədə tək insanın nisbətən insani şərtlərdə lüksdən söhbət getmir qətiyyən. Lüks yaşayacaqsa nəinki 1113, bəlkə heç 2000 manat da ona çatmayacaq yəni. Ona görə 1113 manatınız varsa, siz Türkiyədə yaşaya bilərsiniz yəni. Bu arada bunu da qeyd etmək istəyirəm ki, mən bu verdiyim qiymətlər hamısı artıq Türkiyədə yerləşmiş, evini tutmuş, oturmuş insanın xərclədiyi qiymətlərdir, yəni ortalama. Yəni siz əgər Türkiyəyə ilk dəfə gəlirsinizsə, yəni kiranın yanında ev tutacaqsınızsa, depozit pulu, maklerin pulu ayrı, internet çəkdirəcəksə onun pulu ayrı, nə bilim evdə nəsə bir lazımsa, bu xərclər bura daxil deyil. Yəni bu sadəcə Türkiyədə oturmuş, yaşayan, daimi yaşayan bir insanın xərcləridir. Ümid edirəm ki, bu video sizə faydalı oldu. Türkiyəyə gəlmək istəyənlərə bir fikir oldu. İlerleyen zamanlarda sizin üçün yəni market qiymətlərində konkret olaraq, yəni nə bilim düyü nə qədərdir, yağ nə qədərdir və s. bununla bağlı da bir detaylı video çəkəcəm. Çünki insanlar burada olmadığına görə və bu qiymətləri bilmədiklərinə görə bəzən gəlirlər, burada çətin olur onlara. Yəni ağılları gedir 2012-ci ildə Türkiyədə. Türkiyənin o zaman kişi başına milli gəliri 12.000 dollar idi, 13.000 dollar idi. Yəni çox yüksək səviyyədə rəfah var idi Türkiyədə. Gəlirdilər, Azərbaycanlılar gedirdilər İstanbula, mal alırdılar, Azərbaycanı satırdılar. Elə ticarət elə ev alanma oldu, nə bilim, özünə maşın alanma oldu. Amma indi o qədər çətindir, yəni o qədər çətindir. Çünki qiymətlərlə demək olar ki, qiymətlər eyniləşdi. Yəni Türkiyədəki ən belə ucuz, yəni markadan bəhs edirəm. Yəni durub Defacto'dur, LC'dir falan. Əvvəl məsəl üçün mən baxırdım Bakıdakı alış-veriş mərkəzləri ilə buradakı alış-veriş mərkəzlərinin əməli başlı qiymət fərqi olurdu. Yəni buradan paltar almaq sərf eləyirdi. Amma indi baxsan ki, heç ümumiyyətlə sərf eləmir. Yəni onu durub alıb bagaja qoyub aparmaq adama sərf eləmir. Çünki Azərbaycanda da demək olar ki, qiymətlər başa-baş gedir artıq, yəni. Bu videoyu Azərbaycanda olub Türkiyəyə gəlmək istəyən insanlar üçün çəkdim. Ümid edirəm faydalı oldu. Rəy qismində suallarınız olsa yaza bilərsiniz. İzlədiyinizə görə təşəkkür edirəm. Kanala abunə olmayı, dəstək olmağı unutmayın. Sağ olun. İnşallah Türkiyəyə gələrsiniz. Sizin də ayağınız düşərli olar. Türkiyədə vəziyyət düzələr. Çox sağ olun.